Onlayn işləməyə başlayandan sonra həyatım necə dəyişdi? Əslində mənim elə dəyişməyim bu sahədən başladı. Türkiyəyə köçmək qərarını bir gün almışdıq. Bu arada niyə və necə köçdüm deyə suallar gəlir. Maraqlıdırsa gələn reelsi bu barədə edərək. Qızımla daha çox zaman keçirirəm. Onun böyüməsini sadəcə izləmirəm, yanında oluram. Həftədə heç 10 saat işləmirəm. Və ən əsası bilirsiniz nə dəyişdi? Mövzu gəlir deyil, mövzu düşüncə tərzimdir. Mən artıq başa düşürəm ki, işləmək ömür boyu yorulmaq deyil. Və ən əsası qazancını özün kontrol edə bilirsən. Türkiyəyə köçəndən sonra bir şey başa düşdüm ki, həyat baha deyil. Bəzi insanlar deyir ki, qoy bu gün xoşbəxt olum, arzularımı yaşayım. Bəziləri isə qorxur və bəlkə də özünü o gözəl həyatı yaşamağa layiq görmür. Mənə izləyicilərim yazanda ki, mən qorxuram ki, məndə alınmaz, hazır deyiləm. Mən başa düşmürəm və həmişə onlara deyirəm ki, əgər olduğun yerdən narazısansa, sən nədən qorxursan? Sən onsuz da A nöqtəsindəsən və bu nöqtə səni qane etmir. Yəni ən pis halda indiki yerində qalacaqsan. Ən yaxşı halda isə ki, bu 100%dir, tam başqa bir həyat yaşayacaqsan. Ona görə mənə elə gəlir ki, insanlar uğursuzluqdan yox, yaxşı həyat yaşamaqdan qorxurlar. Çünki orada daha çox məsuliyyət var. Ən əsası özünü buna layiq görmək var. Yəni həyatını dəyişmək sənin əlindədir deyəndə, bu o deməkdir ki, hərəkətə sən keçməlisən. Sənin yerinə bunu heç kim etməyəcək. Nəysə, artıq həyatını dəyişməyə qərar verənlər 23 aprel keçirəcəyim böyük SMM təlimimə yazılıblar.